Salam dostlar, bugün sizlərlə bir yerdə Qarabağla bir yerdə karyera rebuild eləyirik. İlk başladığımız sezona görə biz yönetim və tərəfdarlardan bizə beklenti olaraq ligi qazanmağımızı deyir. Və indi bizə gələn transferləri dəyərləndirək. Elvin Cəfərquliyev 3.7 milyona Werder Bremenə və 3.8 milyona Rangersə satılmaq istəyir. Birinci baxaq Elvin Cəfərquliyevin artımına. Pisdir. Burada gördüyüm çox oyuncu zaten artım pisdir. Onu biraz düzəltməliyik. Kadromuza birinci baxaq. Bu düzülüşünü oynayırıq. Bunu 4 üstə çəkirəm. Daha yaxşı olacaq indi. Demək, Nəriman neçə oynayır? 72. Sonra solda Addaya baxaq, oynaya bilmir. Mən komanda qurub gəlim sizə deyəcəm. Bəli dostlar, kadromuz gördüyünüz kimidir. İstəyib saxlayıb baxa bilərsiniz desəz. Elvin Cəfərquliyevə gələn təklifi görə artıra biliriksə artıraq, bilmirik. Onda satırıq Elvini. 3.8 milyon gəlirimiz yarandı. Buradan biz hal-hazırda bizə mənfi təsir göstərən sol bek transfer eləməliyik. Ya da ümumiyyətlə 1-2 oyuncu sataq. Kimi sataq? Düşünək. Bədavini satacam yəqin ki. Şahruddin sataq. Sonra Şahruddin birdən sataq. Qəşə pulda var. Şahruddin getsin. 2 milyon qazandıq. Bədavi Hüseynovda satıram. 34 yaş var. Bizim heç bir işimizə yaramayacaq. Sami Emmaye. Əslində satmaq olar. Belə də eləyirəm. Sami Emmayeni satdıq. Qocalar satacam çalışdığım qədər. Kadini sataq. Sonra Nərimanı saxlayaq, bəlkə artar. Ya da çox qəşəng təklif gəlsə göndərərik. Ramil Şeydayevi satmaq olar, bəli. İndi bizim komandamıza baxaq görək necə oldu. Alqı-satqıdan sonra. Demək olar ki, yedəkləri satdıq. İndi bizə lazımdır. Sıfımız var, idarə edəcəyik. Sol kanat var, sağ kanat, bir də müdafiə lazımdır. Transferlərə gəlirəm. Bura yazıram 70-75. Bu arada 14 milyondur. Mən buradan öz gəlişimə görə 10 milyon vermək istəyirəm Qarabağa. Mən yəni elə bir ki prim kimi bir şeydə gələnlər deyirik. Transferləri edeyim sizə göstərəcəm. 4.6 milyona Aiden Heaven alırıq. Crystal Palace'dan J.D. Canvot alırıq. Rion Mohan alırıq Liverpool'dan 1.3 milyona. Leonard Carl'la nə qədər təklif edir? 17 yaş var. Yəqin ki 900k verək bir dənə. Çox verdi mi? Redd etdi deyirlər. Qoşun nə qədər istəyirəm ki? 1.5 verək. 1.4 qəbul edir. Oha, Leonard Carl. Ala bilmədi, amma narahat olmayın, gələcək həftə alacaq. Gördüyünüz canavarı alırıq. Bundan çox kadromda zətdə oynatmışam, çox yaxşı oyuncudur.
şeylərə baxırıq. Buradan sizlə bir yerdə baxacağım. Bir şey tüyo verəcəm. Baxın 18 yaşı var. 68'də almaq olar bu oyuncunu. 1.2 milyonlaşdıq. Sonra yenə eyni şey eləyəcəyik. belə. Burada 19 yaşlı biri var. 18 bir dənə də var burada. 65'də ama lazım deyil. Biz bunu alaq. Bəli, bomba kimi. Bir də o bir də bizə nə lazımdır? Baxıram burada. O sularımız da gəldi şükür Allaha. Sılıkı da var, stıpı da var. Sılıbı almışıq mı? Deyib bilmirəm. Belə bir dənə Musa qurbanlığını satmaq istəyirəm. Qurbanlı satıram. İndi antrenmanı gelişdirməliyik. Gördüyünüz kimi bu oyuncular artmağı çox vacibdir bizim üçün. 14 değil, 14 seviye. Onun için burada qalsın. Bu qədər. Bu 3.5 milyonda saxlayıram, amma gələcək dəfə nəsə transferli olsa deyəcəm. İlk hazırlıq maçı. Bəli dostlar, gördüyünüz kimi indi aldığımız oyunculara mükəmməl təkliflər gəldi. Nqmohaya 7 milyonluq bir təklif var. Danny Bolt'a təklif var və Aiden Heaven'a təklif var. Bu oyunculardan mən hansını satmaq istəyirəm? Nqmohanı satıram. Aiden Heaven'a da görə qaldıra bildiyimi yox. Satıram. Bomba pul qazandıq. Danny Bolt qalsın. Və yeni transfer eləməyə çalışacağıq. Lazar Jovanovic alırıq. Bir də Alisson alacağıq. Burada gördüyünüz, amma dəyərmi bilmirəm. İndi bir dəqiqədə 21 yaşım var. Sən daha yaxşısan. La Rosanı alaq. Potansiyel də yaxşı olar yəqin ki. Alisson mu La Rosa mı? Alisson alacağım. Qəbul elədilər. Bir dənə də stoper çəkiliyimi bitəcək. Aha, stoper. Belə olsun. Transfer listesi test tapaq. 20 yaş. 1.1 milyon. 68, 21 yaş. Yox. 1.1 milyonsan sənə ala bilərəm. 20 yaş, 66. Sən də alaq. Sılıbı da oynaya bilsən. Elə Haven kimi bir şeysən sən də. Vertwood. Bir dənə də çəkmək istəyirəm. Bir dənə adam. Ona görə Tyre Frederickson'ı alıram. Və belə bir kadro qurduq. Demək olar ki, yenilədik bütün kadronu. Qəşəng oldu məncə. İndi buradan Basırı özü yenilir zaten qəşəngcənə belə. Yaxşı komandamız var. İnşallah böyük yerlər hədəfimizdir. Burada o şeylərdən Negan olsa Duran'ı çıxardıram. Duran potensiallı deyil. Negao qalsın. Sonra Alisson, Kaşuk, Jovanovic. Tamam, belə qəşəng. İndi antrenmana baxaq. Alisson artır, Negao artır. Burada Alisson yetenek alıcısı. İnşallah neyse. Amma yəni bu oyuncular mükəmməl bir artış sərgiləyəcək. İnşallah yaxşı olacaqlar. Aldığımız pis olan bir oyuncu görmürəm. Bəli, yoxdur. İndi oyuna keçəcəyik. Göstərəcəm. Belə bir sonuç.
Drita ilə Çempionlar Liqasının birinci ayaq oyunu 1-1. İkinci ayaqda 3-1 qazanaraq yolumuza Çempionlar Liqasında davam edirik. Çempionlar Liqasında RFH ilə oyunumuzun birinci turunu qazanırıq. İkinci turda qol səsi çıxmır və 0-0 ilə yolumuza davam edirik. Növbəti rəqibimiz kim düşdü? Rijeka. İndi kəpəzlə oynayırıq. Tez simulyasiya eləyək. Göstərəcəm də bir dəfəlik şota keçməyə çalışdım. Kəpəz gördüyünüz kimi 6-0 qazandıq. Komandanın öz yerini eləsin. Bir də əziyyət çəkməyək. Biz sezon simulyasiya eləyirik. Oyun oynamayacağım ki, deməyəsiniz ki, sən bacarığınla oynadın. Sadəcə Çempionlar Liqasını oynayacağım. Kimlə oynayırıq? Neftçi ilə bir dənə komandamızı yenilədik. Maksat ilə Çempionlar Liqasını oynamağı düşünürük. İlk üçüncü yerdə Çempionlar Liqası qazanmaq istəyirəm. Bu arada dostlar, yəni oyunu çox qəşəng oynayıram. Ona görə biraz da mən qatqımla ola bilər. Siz yeni başlamısınızsa, həqiqətən transferlərdən sonra biraz çalışın, bərabərə zad saxlayasınız. Yaxşı olar. İndi mən məsələn çox qəşəng oynayıram deyə Çempionlar Liqasını qazandım birinci ildən. O demək deyil ki, siz də qazanmazsınız. Çempionlar Liqasında qəşəng irəliləyirik. Növbəti rəqibimiz Bodo Glimt'dir. Gördüyümə görə bəli, Bodo Glimt'dir. İnşallah yaxşı olur oyunumuz. Keçmək istəyirəm oyuna. 1-1. İkinci tura keçək. Duran Tovuzla oynayırmış arkadaşlar. Durana da 3 dənə. Qarabanla həqiqətən oynamaq çox azamdır. Rəqiblərimiz çünki çox zəif olurlar əsasən. Duran oynayır. Camilo Duran bu oyunda iştirak edir. İnşallah qazanarıq. Olmadı. Təbii ki, bu sayılmayacaq çünki oynayacağımı demişdim. Oynayacağım. Çıxış edirəm. Dostlar, indi deyə bilərsiniz ki, çıxış elədin, hilə elədin. Amma dostlar, yəni demişdim oynayacağım. Prosta dedim yoxlayaq bir dənə. Bəlkə utduq elə. Əziyyət çəkməyə ehtiyac qalmaz. Oyunu da sonuna simulyasiya eləyəcəm. Lazım deyil sizi yormaq. Bəli dostlar, bu Glimt'i də 5-1 dağıtdım. İndi keçdi. Oy. Bu nə rəqiblərdir, Qalatasarayla da oynayırıq. İlklərdən Allah haqqı puan çıxartsaq böyük bir şeydir. Oydu 3-4 maç üzdü. Sonra amma xallarımız var. Bayer Leverkusen'də çətin düşdü. Qəbələ ilə oyunu keçəcəm. Liqa oyunları simulyasiya eləyəcəm olsa, yəni. Bilinir ki, udacağıq. Antrenmana baxarıq. Qoy 10-cu həftə olsun, baxaq. Hələ 10-cu həftədə. Kimlər gelişib? Aldığım oyuncular gelişib. Başqa da gelişmə yoxdur. Neqal. İmişli. 4-0 deyirəm mən bu. 5-1 oldu. Olsun. Nəsə önəriləriniz varsa və ya səsdə falan problem varsa bildirin. Daha yaxşı eləməyə çalışın. Dostlar, yəni maraq məqsədi ilə çəkirəm. Gündə 5-10 dəqiqə vaxtım olur. Onda da belə video çəkirəm ki, həm yorucu olmasın, həm də maraqlı olsun. Şamaxı ilə oynayırıq. Kadromuz %100-dür, ona görə yeniləməyə ehtiyac yoxdur. Şamaxı bizi 2-0 udur, 3-2 utdu nədənsə. Olsun. Yəni demişəm ki, liqa oyunları keçəcəm. Simulyasiyadır bildiğiniz kimi. Liverpool'la oyunumuz gəlir qarşıdan. Ona görə komandamız biraz belə eləyək bir dəqiqə. Ora hazırlaşmalıyıq da indi olmayandır. Yox, bir həftə var arada. Onda rahat simulyasiyaya keçək. Yəni komanda yenilənəcək ona görə. Liverpool'la oyuna hazırlaşırıq. Komanda quraq bir dənə. Adda salaq, adda qalsın. Bir dənə belə eləyə görən iki misaldır.
Yadırsan sən mənim oyunçularımı, niyə belə edirsən? Axı yerindədir komanda. Ehtiyac yoxdur axı bu dəyişikliklərə. Məsələn, Medina qalsın da, yəni. Sonra nə eləyə bilər? Belə yaxşıdır baxıram. Bir dənə Yankoviçi salmaq olar, amma yorğundur. Olsun, George qalsın, yaxşı oyuncudur George. Getdik oyuna görə nə eləyə bilirik? Bu oyunu təbii simulyasiya eləməyəcəm, sadəcə mən oynayıram, axırda siz görəsiz. Hətta oyuna başlayayım belə sübut olsun. Uşaqlar, nə qədər çalışsam da həqiqətən deyirəm. 2-1 uduzduq. 27-ci ili Galatasaray falan da 0 xal olsa da averaja görə orada hazırda. Olsun, yəni çıxa biləcəyimə söz verirəm o bir tura, amma bu komandaları almaq ilin başında çox çətindir. Bəli dostlar, bu videoluk bu qədər olsun. Bir dənə Sumqayıtıda oynayaq elə belə. Hər videoda 15 həftə getməyi düşünürəm. Bir sezona 2 video xərcləməyi düşünürəm. İnşallah yaxşı olar. Sizə gələn videolarda nə edək, necə bir şeylər edək, önərilərinizi yazın. Videoyla bağlı istəklərinizi yazın. Dostlarınızla paylaşın. 10 like-da gələcək video gələr yəqin ki. Sağ olun, salamat qalın.